Uşaqlar, bu günləri biz sizinlə kəsirləri öyrənəcəyik. Kəsirlər nə deməkdir? Birinci, uşaqlar, kəsir hər hansı bir əşyanın tam və hissəsini göstərmək üçün biz kəsirlərdən istifadə edirik. Bu, kəsiri ayıran xətdir. Kəsirin aşağı hissəsinə tam hissəsi yazılır. Tam. Yuxarı hissəsinə neçə hissəsi olduğu yazılır. Aşağı hissə məxrəc adlanır, yuxarı hissə isə surət adlanır. Məsələn, bura bir dənə tort şəkli çəkirəm və tortu dilimləyirəm. Tortu neçə dilim oldu? 6 dilim. Və bu 6 dilim neçə hissəyə ayırdıq biz tortu? 6 hissəyə ayırdıq. Ayırdığımız hissələr, hissənin sayını məxrəcə yazıram. Və bu tortdan 2 dilimi kəsib götürürük. 2 dilimi kəsib götürdük. Kəsib götürdüyümüz hissəni isə surətə yazdım. Və bizdən soruşanda ki, tortun 2 dilimi yeyildi. 6 hissədən ibarət idi. 2 dilimi yeyildi. Bunu kəsirlə göstərir. Biz tortun tam dilimin kəsirin məxrəcinə, yediyimiz hissəni isə kəsirin surətinə yazdıq. Və tortun neçə hissəsi yeyildi? Oxunuşu isə belə olur. 6-dan 2 hissəsi. Kəsir necə oxunur? Birinci məxrəc, tam, yəni hissələrə böldüyümüz hissələrin tam sayı 6 hissədən ibarət idi. 2 hissəsində 7 oldu nə? 6-da 2 hissəsi yeyildi. Həmin tortun bizdən yeyilməyən hissəsini soruşsa, yenə də məxrəcə tortu tam dilimlədiyimiz hissənin sayını yazırıq 6. Neçə hissə yeyilməyib? 4. 6-da 4. Bu kəsir necə oxunur? 6-da 4 deyə oxunur. Birinci oxunuşda məxrəc deyilir, sonra isə surət deyilir. Sonra kəsirin oxunuşu ilə tanış olduq, məxrəc və surəti bildik. Sonra başqa bir əşya üzərində də göstərim. Məsələn, bura düz bucaqlı çəkirəm. Düz bucaqlını ayırdım 8 hissəyə. 3 hissəsi qara rəngdədir. Bizdən soruşur ki, düz bucaqlı verilib, düz bucaqlını kəsirlə, düz bucaqlıda olan qara rəngləri kəsirlə göstərin. Biz düz bucaqlının birinci ümumi hissələrinin sayını sayırıq. Neçə hissədən ibarətdir? 8. Biz dedik axı, bütün hissələrin tam sayını hara yazırıq? Məxrəcə yazdıq 8. Bizdən qara hissəni soruşduğuna görə surəti isə 3 yazacağıq. Deməli, bu düz bucaqlının neçə hissəsi qara rəng verilib soruşanda deyəcəyik ki, 8-dən 3 hissəsi. Və yaxud da bizdən soruşsa, ağ rənginə neçədə nədir? Onda götürəcəyik rənglənməyən hissəni. Yenə də məxrəcə yazılacaq 8. Rənglənməyən hissənin sayı nə qədərdir? 5. 8-dən 5 hissəsi isə rənglənməyib. Sonra dünən keçdiyimiz dərsi izah eləyəcəm. Məxrəclər eyni olanda kəsirlərin müqayisəsi. Məxrəclər eyni verəndə kəsirləri necə müqayisə edirik? Məsələn, bura 2 dənə məxrəci eyni olan kəsir yazıram. Yazıram 7-də 4 və yazıram 7-də 2. 7-də 2 və 7-də 4. Hər ikisinin məxrəci nədir? Eynidir. Mən bura bir dənə yenə tort dilimləyəcəm. Ya piz olsun, fərqi yoxdur. 7 hissəyə ayıracam bunu. 7 hissəyə ayırdım və bu 7-dən 4 hissəsi yeyildi. Bu 7-də 4 ifadə edilən pizza olsun, bir də 7-də 2 hissəsi yeyilmiş pizza olsun. Burada isə 2 hissəsi yeyilmiş. Baxın, uşaqlar, 7-dən 4 hissə, yəni 7-dən 4 hissə çox olar, 7-dən 2 hissə. 7-də 4. 7-də 4. Bəli, 7-də 4. Burada 4
dilim yeyilib. Burada isə 2 dilim yeyilib. Hansı çoxdur? Ben orada 2 yazmışım. 3 olmalıdır. Ana, 7'də 2 yazmışam da qızım. 7-dən 2 dilimi. Hansı çox olacaq? Təbii ki, 7-də 4. Bax, yadımızda saxlayaq. Məxrəcləri eyni olan kəsirdə hansında surət böyükdürsə, həmin kəsir böyük hesab olunur. Aydındır. Məxrəcləri eyni olan aiddə, məxrəcləri fərqli olanda tamam başqa qaydadır. Məxrəci eyni olan kəsirlərdə hansında surət böyükdürsə, həmin kəsir böyük hesab olunur. Başqa bir kəsirdə götürək, məxrəci eyni. Məsələn, 12 götürürəm, bunda 8 götürürəm, bunda 1 götürürəm. 12-də 1 çoxdur, yoxsa 12-dən 8-i? 18. Məsələn, şar verib, torbadır, şardır. Uşaqlara deyirəm ki, 12 dənə topdur, 18-in gətirin, düzdürmü? 12-dən 8-in götürdük. O biri komandanın da uşaqlarına deyirəm, 12-dən 1-in götürürlər. 1 çox olacaq, 8. Təbii ki, 8. Deməli, məxrəcləri böyük olan kəsirlərdə sürət hansı böyükdürsə, o da böyük hesab olunur. Əgər məxrəci də eyni, sürəti də eyni olarsa, nə olacaq? Bərabər götürəcək. İndi isə kəsirdə hissənin tapılmasını izah edək. Ədədin hissəsinin tapılması. Məsələn, 56 verilib. Bizdən deyir ki, 56-nın 8-də 3 hissəsini tap. 56-nın 8-də 3 hissəsi. 56 ədədinin biz 8-dən 3 hissəsini tapmaq üçün bir ədədin kəsirlə hissəsini tapmaq üçün birinci ədədi məxrəcə, kəsirin məxrəcinə bölüb surətinə vururuq. Yəni 56-nın biz 8-də 3 hissəsini tapmaq üçün 56-nı bölürük 8-ə, vururuq surətə 3-ə. 56-nı 8-ə böləndə 7, 7-ni də 3-ə vuranda 21. Deməli, 56-nın 8-də 3 hissəsi 21-dir. Və yaxud da verə bilər, 3 rəqəmli bir ədəd götürək. 120-nin 5-də 4 hissəsi. 120-nin 5-də 4 hissəsini tapmaq üçün biz nə edirik? Dedik ki, ədədin hissəsini tapmaq üçün kəsirin məxrəcinə bölüb surətinə vururuq. 120-ni böləcəyik 5-ə, vuracaq 4-ə. 120-ni 5-ə böləndə 24, 24-ü də 4-ə vuranda 96. Deməli, 120-nin 5-də 4 hissəsi neçə olur? 96. Aydındır? Bəli. Sonra nə qaldı izah eləmədiyin? Dünənki.